Sual verən soruşur ki, Qur'an-ı Kərim dinləyən zaman bəzən o, qarinin, oxuyanın səsindən təsirlənir. Qarinin səsi, oxunuşu, tilavəti onun xoşuna gəlir. Əlbəttə ki, əsas məqsədi, əsas niyyəti uca Allahın kitabı Qur'an-ı Kərimi dinləməkdir. Ondan faydalanıb, ondan təsirlənməkdir. Lakin qarinin qiraəti də, oxuyanın səsi də onun xoşuna gəlir. O bu halda günah qazanırmı? Onun belə etməsi günah sayılırmı? Hörmətli cəmaət, əlbəttə buna görə ona heç bir günah yoxdur. Ən başda bilək ki, Qur'an-ı Kərimə qulaq asmaq, onu dinləmək ibadətdir. Özü də Allahın rəhmətini qazandıran, insanın qəlbini saflaşdırıb təmiz edən əməllərdəndir. Allah Teala Qur'an-ı Kərimin özündə bu haqda belə buyurur. وَإِذَا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَأَنصِتُوا لَعَلَّكُمْ تُرْحَمُونَ. Qur'an oxunan zaman sakitcə ona qulaq asın. Bəlkə bununla sizə rəhm olundu. Allahın rəhməti, mərhəməti sizə gəldi. Qur'an-ı Kərimi gözəl avazla, gözəl qiraətlə, gözəl səslə oxumaq yaxşı əməldir, xeyirxah işdir. Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm bu haqda hədislərinin birində belə buyurur. Zeyyunul Qur'anə bi asvatikum. Qur'anı səslərinizlə, oxunuşunuzla gözəlləşdirin. Yəni Qur'an-ı Kərimi gözəl səslə oxuyun. Allah Teala bu haqda öz kitabında da buyurur. وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا. Qur'anı aramla oxuyun. Aramla oxumaq, alimlər buyurur ki, yəni hərflərin məxrəcinə, sıxma yerlərinə fikir vermək, təcvidə təlimə fikir vermək, həm də Qur'an-ı Kərimi bacardığımız qədər gözəl səslə oxumaq. Qarilərin, alimlərin dinləyən zaman səslərindən, qiraətlərindən təsirlənmək yaxşı işdir. Buna görə insan günah qazanmır. Amma əgər insan qariyə görə, onun səsinə görə, yaxud onun görünüşünə görə onu dinləyir, ona qulaq asır, onun səsi xoşuna gəlir, Qur'an yox, orada tilavət olunan Allahın kəlamları yox, məhz səs xoşuna gəlir. Onun avazı onun xoşuna gəlir. Buna görə qulaq asırsa, əlbəttə ki, bunda bir xeyir, fayda yoxdur. Yəni, buna görə Qur'an-ı Kərimə qulaq asmaq, əlbəttə ki, faydası yoxdur və insan o qulaq asan zaman gələn savablara, xeyirlərə çatmayacaqdır. Hansı ki, əvvəldə zikr etdim, Allahın rəhmətinin gəlməsi, həmçinin Qur'an-ı Kərimi gözəl səslə oxumaq Allah Rasulü sallallahu aleyhi və səlləmin təşviq edib sünnə qoyduğu əməldir. O buna çata bilməyəcəkdir. Avaza görə Qur'an-ı Kərimə qulaq asmamaq. Əksinə, Qur'an-ı Kərimdən faydalanmaq məqsədi ilə, ondan təsirlənmək, ondan xeyir, fayda götürmək məqsədi ilə, Allahın rəhmətinin gəlməsi məqsədi ilə, vaxtımı, ömrümü xeyir bir işə sərf etmək məqsədi ilə insan Qur'an-ı Kərimə böyük qarilərdən, böyük imamlardan qulaq asır, onların səsindən də təsirlənir. Budur gözəl, yaxşı olan əməl. Amma səs xoşuma gəlir, avaz xoşuma gəlir. Hansı surəni, hansı ayəni oxuması elə də mühüm deyil. Səsə görə, avaza görə bunda fayda və xeyir olmayacaqdır.